Salam uşaqlar. Bugün 6-cı sinif Namazov çalışmalar kitabından nisbət tənasüb faiz mövzusuna başlayacağıq və bu mövzuda ilkin yoxlamaları yazmalıyıq. İlkin yoxlamalarda birinci suala baxaq uşaqlar. Kvadrat var. Burada fiqurların hansı rəhlənib, hansı rəhlənməyib bunu soruşur bizdən və adi kəsrli, onluq kəsrli və faizli ifadə edin deyir bizə. İlk öncə gəlin görək nə qədər kvadrat var. Uşaqlar, bunun asan yolu bir-bir saymaqdansa enidə 4 kvadrat var, baxırsınız ki, uzunluğunda isə 7 kvadrat var. Elə bir uşaqlar, buranın sahəsini tapırsınız, düzbucaqlının sahəsi. Yəni 7 dəfə 4-üm 28. 28 dənə kvadrat yazı var. Məxrəci yazırıq 28. Neçəsi rəhlənib uşaqlar? Baxın, 2, 4, 6, 8-i rəhlənib. Gəlin rəhlənməyəni də tapaq. 28-də 8-i rəhlənibsə, təbii ki, uşaqlar 20 dənəsi də yerdə qalır, rəhlənməmiş. Gəlin bunları ixtisar edək. Uşaqlar 28 və 20, yəni aşağıdakına baxsaq, hər ikisi 4 ixtisar gedir. Bu 7 dəfə, bu isə 5 dəfə düşür. Yuxarıdakı da eyni ilə 4 ixtisar gedir. 28-i 4-ə böldükdə 7, 8-i 4-ə böldükdə 2. Yəni 7-də 2-si yazaq. Rənglənib. 7-də 5-i isə rənglənməyib. Uşaqlar, bizdən indi bunları kəsrlə yazdıq. Onluq kəsrlə və faizli ifadə edin deyir. Gəlin yazaq. 7-də 2-ni gəlin onluq kəsrə çevirək uşaqlar. Nə edirik? Onluq kəsrə çevirəndə biz bunu baxırıq ki, məxrəclər 10, 100, minlər olmalıdır da. 7-ni çevirməliyik. 7-dəki kəsirini uşaqlar onluq kəsrə çevirməliyik. Onluq kəsrə çevirmək üçün uşaqlar, yəni 2-ni 7-yə bölək. 2 7-yə bölmədiyi üçün 0 atırıq. 27-yə 2 dəfə düşür. 14, 6 qalır. 6 yanında 0 artırırıq. 67-yə 7 dəfə 8 düşər. 56. Yenə 40 qalar. Qalıq da bu səfər 5 düşəcək. 35. Uşaqlar, baxın, bu sonsuz sayda davam edir və biz gəlin 0,1285 götürək bunun onluq kəsir kimi. Yəni bu sonsuz onluq kəsirdir də. Yəni nə qədər yazsaq davam edir. Burada saxlayaq. Gəlin 7-də 5-i də çevirək onluq kəsrə. 5-i də bölək 7-yə. Yeni uşaqlar 0. 7 düşür 49, 1 qalıq qalır 10. Yəni 0 artırırıq. 17-yə 1 dəfə. 37-yə 4 dəfə. Qalıq 2 qalır. Yenə bu da sonsuz sayda olduğu üçün uşaqlar burada saxlayaq. 0,714. Bu da bizim onluq kəsirimiz. İndi gəlin faizli ifadə eləyək. 7-dəkini faizli ifadə etdikdə 100%-ə vurmaq lazımdır uşaqlar. 100%-ə vuranda olacaq. Bilirsiniz ki, 100-ün məxrəci 1-dir. 2-ni vuracağıq üzdə 200. 7-də məxrəcdə. Yəni 7-də 200% olacaq. 7-də 5-i də biz 100%-ə vursaq, eyni ilə bu da 7-dən 500% olacaq. İndi bunlar biraz ixtisar olmayan kəsirlər oldu uşaqlar. Gəlin görək 2 necə olacaq. 2-yə keçək. 2-də uşaqlar, gəlin görək damaların sayı nə qədərdir? Siz baxın görək damaların sayı nə qədər olacaq. Eni 4 dənə, uzunluğu isə 5 dənə. 20 dənəsindən neçəsi rəhlənib uşaqlar? 3, 4, 6, 8. 8-i rəhlənib, bəs 20-dən neçəsi rəhlənməyib? Təbii ki, 12 dənəsi. Uşaqlar, bunu da eni ilə 5 ixtisar edə bilərik. Olacaq. 4-ü ixtisar edərik daha doğrusu uşaqlar. 5-də nə qalacaq uşaqlar? 2. Bu isə 5-də 3 qalacaq. 5-də 2 və 5-də 3-ü onluq kəsrə və faizə keçirmək daha asan olacaq. Baxın uşaqlar, ilk öncə 5-də 2 kəsirini mən onluq kəsrə çevirmək istəyirəm. 2-ni böləcəm 5-ə. Uşaqlar, 2-ni 5-ə bölmək üçün 0 artırırıq. 25-ə 4 dəfə. Demək, 0 onda 4 onluq kəsirimiz. Gəlin, 5-də 3-ü keçirək onluq kəsrə. 3-ü də 5-ə bölək uşaqlar. 3-ü 5-ə böldükdə yenə 0 artırıram. Təbii ki, burada 0 artırıram. 30 da 5-ə 6 dəfə. Yəni, o da 0,6-dır. İndi faizə çevirək uşaqlar. 5-də 2 ədədini faizə çevirmək üçün 100-ə vuracağıq. Burada ixtisarımız olacaq uşaqlar. Baxın, 100-ün məxrəci 1-dir. Biz burada 100 ilə 5-i ixtisar apara bilərik 5-ə. Burada 1 düşəcək, burada 20 düşəcək.
Demək bu 40% alınacaq. Keçirəm 5-də 3-ə. 5-də 3-ü də 100%-ə vuraq. Yeni ixtisarımız 100 ilə 5 2 dəfə 20 dəfə düşəcək. 3-ə vuranda 60% eləyəcək. Yəni onluq kəs 0.4 40%, 0.6 60%. Buradan da görürük ki, uşaqlar həqiqətən ədədi faizə çevirəndə 100-ə vurmaq yetərlidir. O da olacaq 40, 0.6 da olacaq 60. Gəlin üçüncüyə baxaq. 3-ü də yazaq uşaqlar, 4-ü siz özünüz yazarsınız. 3-ü yazaq. Gəlin ilk öcüdamaların sayını tapaq. Eninə 4, uzunluğuna 2, 4, 6, 8. Aha. Olacaq 8, 4, 32 dənə damamız var. Rəhlənənləri tapaq uşaqlar. 4-ü burada rəhlənib. 4-də burada rəhlənib. 8. 32-də 8-i rəhlənibsə uşaqlar. 24 dənəsi rəhlənməyib. İxtisar eləsə uşaqlar görürük ki, 32 18-ə bölünür. Yəni hər birini 8-ə bölərəm. Qalar 4-də 1. Bunu da yenə 8-i ixtisar aparsaq qalacaq 4-də 3. 4-də 1 və 4-də 3 uşaqlar. Gəlin tez onluq kəsrə çevirək. Uşaqlar 4-də 1-i bölək 4-ə. Uşaqlar 10 artır, 0 artıram olur 10. Onu 4-ə böləndə 2 dəfə 8. Qalır 2. Onu da 0 artıram 20. 24-ə 5 dəfə. Demək bu 0,25-dir. Gəlin 3-ü 4-ə bölək uşaqlar. 34-ə təbii ki 0 yazıram. 7 dəfə 28. Yeni 2 qaldığı üçün 0 artıram 24-də 5 dəfə. Demək 4 üstə 0,75 deməkiymiş. Uşaqlar az öncə dedik ki, biz elə faizə çevirəndə ədədi 100-ə vursaq alarıq. Ədədi 100-ə vurduqda 0-ın sayı qədər vergül sağa sürüşür. Yəni 2 0 olduğuna görə 2 rəqəm sağa sürüşəcək. Olacaq 25%. Bunu da 100-ə vursaq uşaqlar olacaq 75%. Gəlin keçək ikinci çalışmaya. Artıq bu suallar aydın olduğuna görə siz 4-ü özünüz yazarsınız. İkinci çalışma. İkinci çalışmada uşaqlar boş xanaları, uyğun ədədləri yazın deyir. Birincisinə baxaq. 8-də 5 uşaqlar olub 32-də. Bizdən damanı soruşur. Uşaqlar fikir verin. Burada məntiqi tutmaq lazımdır. 8 olub 32. Neçə dəfə artıb? 4 dəfə. Demək 5 də 4 dəfə artacaq olacaq 20. Və belə düşünə bilərik uşaqlar. 32 ixtisar olub 8. Demək nəyə ixtisar olub? 4-də. Biz nəyi 4-də böləndə 5 eləyir? 20-ni. Belə də yaza bilərik. İkincisinə baxaq uşaqlar. 30-da 25 bərabərdir. 5 yuxarıda aşağıda dama yazılıb bizə. Soruşur. Baxın yenə 25 olub uşaqlar 5. Yəni 5 ixtisar olub. 5 qalıb. 30-u da 5 ixtisar aparıram tez. Cavab olur 6. Davam eləyək 3. Uşaqlar 5-də 4 bərabərdir 16 aşağıda dama. Tez baxın. 16 ixtisar olub 4 qalıb. Demək nəyə ixtisar olub? 4-ə. Tez aşağında 4 nəyi 4 ixtisar aparsam 5? Təbii ki 20-ni. Aydındır uşaqlar? Keçək 4-cüyə. 4-cü deyir ki uşaqlar 45-dən 27 bərabərdir 5-də. Tamam. Uşaqlar 45 gəlib 5-ə. Yəni 9 ixtisar olub. Tez yuxarı da mən 9 ixtisar aparmalıyam. 27-ni 9 ixtisar apardıqda isə cavabımız 3 olacaq. 5-ci 36-da 32. Uşaqlar 56 idi o. 56 imiş. Burada qalıb 7. Burada isə bizdən soruşur. Baxın. 56 gəlib 7-yə. Demək 8 ixtisar olub. Mən o zaman 32-ni də 8 ixtisar aparsam cavab qalacaq 4. Gələk 6-ya. 9-da 4 kəsir uşaqlar olub 24 yuxarıda aşağıda dama. Baxın 4 gəlib 24 olub uşaqlar. Neçə dəfə? 6 dəfə. Demək 9-u da 6-ya vuracağım. Bilirsiniz ki, həm sürət, həm məxrəci eyni ədədə vurub və ya bölə bilərik. Bu da eləyəcək 36. 7. 7-də 3 kəsir olub 28-də. Baxın uşaqlar, 7 kəsir olub 28. Yəni biz 4-ə vurmuşuq. Tez qaçaq yuxarıda 4-ə vuraq. Cavab olacaq tez. 12. Bu qədər asan. 8-də də baxaq uşaqlar. Baxın.
Artıq özünüz yaza bilirsiniz. 72-də 16 kəsri olub 9-da daman soruşur bizdən. Uşaqlar, 72 olub 9. Neyniyib? 8-ə bölüb. Sən də tez yuxarını 8-ə böləcəksən. 16-nı 8-ə böləndə cavab 2. Baxın necə asandır uşaqlar. Gəlin davam edək buradan. 9. 65-də 35 kəsri bərabər olub surətdə 7 məxrəc istəyir bizdən. Tez uşaqlar baxırsınız. 35 olub 7. Neçəyə bölüb? 5-ə. Siz o zaman qaçın aşağıdakını 5-ə bölün. 65-i 5-ə böləndə 13 düşür. İndi 10-a baxaq. 12-də 5 kəsri olub surətdə 25 məxrəci istəyir bizdən. Baxın, 5 olub 25 neçəyə vurub? 5-ə. Siz də tez 12-ni 5-ə vurun. 60. Başa düşürük uşaqlar? Keçək 11-ə. 13-də 7 kəsri olub 39-da bizdən yuxarını istəyir surəti. Uşaqlar baxın, 13 olub 39. Neçəyə vurub? 3-ə vurub. Siz də tez yuxarını 3-ə vurun. 21. Bu qədər asan. Axırıncısını da yazaq. 75-də 45. Uşaqlar baxın 5 olub bu. 5 olub yuxarını istəyir. Uşaqlar 75-i nəyə bölmüşük 5 alınıb? Hə? Elə 75-i 5-ə bölürsünüz. 15. Demək 15-ə bölüb. Sən də tez 45-i 15-ə böl. Cavab olacaq 3. Demək cavabımız 5-də 3 alınır. Gəlin keçək 3-cü çalışmaya. Tez mən lövhəni silim uşaqlar. Siz 3-cü çalışmaya baxın. Biz hesablamalıyıq və sonra ixtisar etməliyik uşaqlar. Gəlin birinci kəsirə baxaq. Məxrəcdə 14 plus 11. Məxrəcdə isə 15-dir. Surətdə isə 15-dir. Olacaq aşağıda 25-də 15. Uşaqlar 25 ilə 15 hər birini mən 5-ə bölərəm. Cavab olacaq 5-də 3. Sonra ikincisi. Aşağıda 32-dir uşaqlar. Yuxarıda 15 üstə gələk 9. Yəni yuxarıda 24, aşağıda 32. 24 və 32 elə yuxarıdakı çalışmada biz bunu yazmışdıq. 8-ə bölürük. Qalır 4-də 3. Uşaqlar çalışın bunların əbobunu tapıb böləsiniz. Yəni məsələn 24 ilə 32 2-yə bölünür. Qalır 16-da 12. Təzədən onu mən bir də 2-yə bölməliyəm. Sonra təzədən 2-yə bölməliyəm. Yəni bu qədər uzatmaqdansa böyük bir ədədə bölün. Yəni əbob ən böyük ortaq bölənə, yəni əboba bölün. Birbaşa cavab alın. Yadınızda qalsın bu. Üçüncü. 20-də 48 çıxaq 32. Bərabərdir. Uşaqlar yuxarıda olacaq 16, aşağıda olacaq 20. Gəlin hər birini ixtisar edək. Bunların hər birini mən 4 ixtisar aparıram. Qalır 5-də 4. Dördüncü çalışmaya baxaq. Aşağıda 40 çıxaq 4, yuxarıda isə 24. Uşaqlar cavab alınır burada. Aşağıda 36, yuxarıda isə 24. 36 ilə 24 gəlin görə uşaqlar nəyə ixtisar gedir? 36 ilə 24-ü 4 ixtisar aparıram. Aşağıda qalır 9, yuxarıda qalır 6. 9 ilə 6-nı da mən aparıram 3 ixtisar, eləyir 3-də 2. Yəni birbaşa bunları 12-yə də ixtisar apara bilərsiniz. 5-ci çalışma. Yuxarıda 25 çıxaq 19, aşağıda 30 çıxaq 3. 27 məxrəcdə, surətdə isə 6 qalır. İndi fikir verin uşaqlar, 27 ilə 6-nı mən 3 ixtisar aparıram, qalır 9-da 2. Uşaqlar buradan 6-nı da yazaq, yekunlaşdıraq. Çünki yəni mənasını başa düşdüyünüzdə burada çalışma çoxdur. Yəni aşağıdakiləri də izah edeyim. Qalanını özünüz yazarsınız. Surətdə 21 çıxaq 6, məxrəcdə isə 15 plus 5. 20 aşağıda, 15 yuxarıda. 20 ilə 15-i 5 ixtisar aparıram. Qalır 4-də 3. Yəni bu sualın cavabı 4-də 3. Davam edək 4-cü sualla. 4-cü sualda birinci çalışma. 12 desimetr bərabərdir neçə santimetrə?
Uşaqlar baxın, bunun ən yaxşı yadda qalan cədvəlini də deyəcəm uşaqlar. Burada desimetrlər var, metr var. Metrdən başlayaq böyükdən. Sonra metr. Sonra desimetr. Santimetr və millimetrdə də bilirik. Ən böyükdən ən kiçiyə düzülür. Uşaqlar, bir dənə kilometri biz metrə çevirəndə minə vurmaq lazımdır. Amma metr, desimetr ona vururuq. Desimetri santimetrə çevirəndə ona vururuq. Santimetri millimetrə çevirəndə ona vururuq. Yəni, eyni ilə biz kiçiyi böyüyə çevirəndə də ona bölürük, ona bölürük, ona bölürük və minə bölürük. Belə deyək, bölək, kilometr, bölək minə. Uşaqlar, təbii ki, məsələn burada millimetri siz desimetrə çevirəndə 100-ə böləcəksiniz. 10 vuraq 10. Sonra, məsələn, santimetri siz metrə çevirən, millimetri metrə çevirəndə minə böləcəksiniz. Bu şəkildə yaxşı. Bölək min yazaq burada. İndi bizə deyir ki, desimetri santimetrə çevirin. Baxaq, biz desimetri santimetrə çevirmək üçün ona vurmalıyıq. Yəni, olacaq 120 santimetr. Elə gəlin məsafələrdən görək nə var burada. Məsələn, 2. Deyir, 90 desimetri çevirin metr. Uşaqlar, baxın, desimetri mən metrə çevirmək üçün, yəni kiçiyi böyüyə çevirmək üçün ona bölməliyəm. Olacaq 9 metr. Sonra uşaqlar, baxın, kilometr, kilogram, litr bunlar qalsın deyərik. 5-ə baxaq. Məsələn, 85 metri biz kilometrə çevirməliyik. Uşaqlar, kiçiyi böyüyə çevirmək üçün bölməliyik də uşaqlar. Baxın, hani bu bizdən 85 istəyirdi, hə uşaqlar? Mən də bunu silək elə yazaq 5. 85 metr bərabərdir 85 kilometrdir o, metrdir, hə. 85 bölək 1000. Uşaqlar, baxın, bunun sıfırın 3 dənədir. Bir sola çəkirik də, böləndə bilirsiniz ki, 1, 0, 2, 0, 3, 0, yəni 0,085 kilometrdir. Sonra 6 qram, 7 kilogram, 8-ə də baxaq, sonra keçəcəm kütlə vahidlərinə. 1,8 metri santimetrə çevirim. Uşaqlar, bu səfər böyük vahidi kiçiyə çevirik. O zaman biz gəlin metrlə santimetr arasında əlaqəni tapaq. Metrdən mən santimetrə, burada da santimetrə gələcəm, yəni 100-ə vuracam. 1,8-i 100-ə vuranda uşaqlar, gəlin yazaq. 1,8 vuraq 100. Uşaqlar, vergülü sıfırlanan sərqlər sağa çəkirik vuranda. 1 dəfə və 2 dəfə olacaq 180. Nə? Santimetr. Keçək indi kütlə vahidlərinə. Kütlə vahidləri uşaqlar qalmışdıq 3. 5,4 kiloqramımız neçə qramdır? Uşaqlar, biz bilirik ki, buradan yazım, 1 kiloqram 1000 qramdır. O zaman mən kiloqramı qrama çevirəndə 1000-ə vuracam. 1000-ə vuranda, buradan yazaq, 5,4 vuraq 1000. 1000-ə vuranda vergül sağa sürüşür 3 dəfə. Bir dəfə sürüşür 54. 2 dəfə sürüşəndə də olur 5400. Keçək. 4-ə 0,8 litr neçə millilitrdir? Uşaqlar, 1 litrimiz 1000 millilitrdir. Bunları yadınızdan çıxartmayın. Aha. Biz litri millilitrə çevirəndə o zaman 1000-ə vurmalıyıq. Gəlin vuraq 1000-ə, 0,8-i vuraq 1000-ə. Olacaq 1 vergül çəkəndə 8, 2 vergüldə olacaq 800 millilitr. 5-ci yazmışdıq, 6-cını yazırıq. 150 qram kiloqrama çevirir. Uşaqlar, qramı kiloqrama çevirəndə 1000-ə bölməliyik. Gəlin 150-ni bölək 1000-ə. Uşaqlar, 3 dənə vergül sola çəkməliyik. Baxın. 1 dəfə çəkirəm 15 olur. 2 dəfə çəkirəm 1,5 olur. 3 dəfə çəkirəm 0,15 olur. Yəni 1000-də 150 olur. Bu sıfırın mənası yoxdur da. Ona görə olur %15. 7-ni
yazmışdıq. 8, yox 7-ni yazmamışıq. 8-i yazmışıq. Hə, 7-yə baxaq. 0,25 kiloqramı qrama çevirməliyəm. Mən kiloqram qrama çevirəndə minə vuracağam. 0,25-i minə vurduqda uşaqlar 3 vergül sağa çəkilir. 2 çəkəndə 25, 3 çəkəndə 250 qram olacaq. Beləliklə 4-cü çalışmanı da yazdıq. Gəlin keçək 5-ci çalışmaya. 5-ci çalışmada bizə deyir ki, uşaqlar hesablayın. Aha, 48 metrin 4-də 3 hissəsi. Uşaqlar 48 metrin biz 4-də 3 hissəsini tapanda, yanınızda qalsın, ədədin hissəsini tapanda ədədi məxrəcə bölürük. Yazaq. 48 bölək 4 olacaq 12. Sonra da sürətə vuracağıq, cavab olacaq 36. Demək, 48-in 4-də 3 hissəsi nəymiş uşaqlar? 36-ymış. Sonra ikinci, 7,8 manatın 4-də 3 hissəsi. 3-də 2 hissəsi daha doğrusu. 7,8-i böləcəyik 3-ə uşaqlar. Eləyəcək 2,6. 2,6-nı da biz 2-yə vurmalıyıq. O da eləyəcək 3,2 manat. 3,2 manat. Üçüncü çalışmanı yazaq. 5-də 4 hissəsi 8 olan ədəd. Aha, uşaqlar. İndi hissəsinə görə ədədi tapanda siz artıq surətə bölüb məxrəcə vurursunuz. O da eləyir cavab 10. Uşaqlar, nə dedik? Ədədin hissəsini tapanda məxrəcə bölüb surətə vururuq. Hissəsinə görə, yəni birinci kəsir gəldikdə ədədi götürürük, kəsirin surətinə bölüb məxrəcinə vururuq. Yəni 4-ə baxaq. 4 bax ədədin hissəsidir. Nə edəcəyik? Məxrəcə bölüb eləyəcək 0,7. Onu da vuracağıq 3-ə. 2,1. 5-ə baxaq. 5-ci çalışma isə uşaqlar faizini tapandadır. 12,5-in 60%. Uşaqlar, ədədin faizini tapanda 12,5-i vuracağıq 60-a. Böləcəyik 100-ə. Bunu belə yazaq uşaqlar. Gəlin kəsrlə yazaq, ixtisar edək. Baxın 60, burada da 100. Uşaqlar, 60 ilə 100 10 ixtisar gedir. Sonra 10 ilə 6 2 ixtisar gedir. Burada 5, burada 3. Sonra 12,5-i 5-ə ixtisar apardıqda burada 1. Burada da qalır uşaqlar 2,5. 2,5 3-ə vuranda 7,5 eləyir. Gəlin 6-ya baxaq. Yenə hissəsinə görə ədədi tapanda 800 hissəsi 8-də 3 hissəsi 9 olan ədəd. Demək, 9-u surətə bölürəm 3 eləyir. Məxrəcə vururam 24 eləyir. Yəni cavabımız 24 olacaq. 6-cı çalışmaya baxaq uşaqlar. Hesablayın deyir. 5 kiloqram 75%. Bunu bayaq bu suala aid yazmışdıq. 5-i vururuq 75-ə. Ədədin faizini tapanda. Ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Mən də ən yaxşı uşaqlar deyirəm sizə, kəsr kimi yazın və ixtisar edin. Baxın uşaqlar, 75 ilə 100 25 ixtisar gedir. Burada 4 qalır, burada 3 qalır. Uşaqlar, sonra 3-ü 5-ə vuracağıq 15, aşağıda 4. Yəni 4-də 15 olacaq. Yəni 15-i də 4 görə bilə bilərik uşaqlar. Yəni 15 bölək 4. 4 dəfə 3-üm 12, 30. 34-ə 7 dəfə 4-üm 28, 20 qalır. 20 də 7-yə 5 dəfə düşür. Yəni 3,75 eləyir. Yəni əgər onluq kəsindən istəsələr 3,75 olacaq. Sonra ikincisi baxaq uşaqlar. 102 manatın 3-də 2 hissəsi. Aha. 10,2 manatın 3-də 2 hissəsi. Bunu bilirik ki, birinci ədəd, ikinci kəsir gəldi deyən ədədin hissəsini tapdıqda məxrəcə bölüb surətə vurmaq lazımdır. 10,2-ni biz 3-ə böləndə eləyəcək 3,4.
3 tam onda 4-də biz 2-yə vuranda eləyəcək 6 tam onda 8 manat. Sonra keçirəm üçüncüsünə. %40 2 tam onda 4 kiloqram olan kütlədir. Şuralar faizi, birinci faiz gəlirsə, faizinə görə ədədi tapdıqda, ədədi faiz göstərən kəsrə bölüb 100-ə vurmaq lazımdır. Biz bayaqdan deyirdik ki, ədədi faiz göstərənə vuracağıq, 100-ə böləcəyik. Amma indi uşaqlar faizinə görə ədədi tapanda, faiz göstərənə bölüb sonra 100-ə vurmaq lazımdır. İndi uşaqlar, 40 ilə 100, 20 ixtisar gedir uşaqlar. Burada qalır 2, burada qalır 5. 2 tam onda 4-ü də 2-yə böləndə burada qalır 1. Yuxarıda isə 1 tam onda 2 olacaq. 1 tam onda 2-ni gəlin 5-ə vuraq. Vuraq 5-ə. Uşaqlar 1 tam onda 2-ni 5-ə vuranda cavab olacaq 6. Yəni 6 kiloqram imiş cavabımız. Sonra 4-ə baxaq. 3 tam onda 6 desimetrin 9-da 4 hissəsi. 4-cü sual. 3 tam onda 6-nın 9-da 4 hissəsini tapanda uşaqlar, birinci ədədi məxrəcə bölürəm. Eləyir 0 tam onda 4. Sonra 0 tam onda 4-ü də vururam surətə, yəni 4-ə, o da eləyir 1 tam onda 6. Demək cavabımız 1 tam onda 6 desimetriymiş. 5-ci ilə davam edək. Burada isə uşaqlar ədədin faizini tapırıq da. Yəni 5-ci. 12 tam onda 5-i 60-a vurub 100-ə bölmək lazımdır. 100 ilə 60, 10 ixtisar getdi. Uşaqlar 6 ilə 10, 2 ixtisar gedir. 5 də 3. 12 tam onda 5-i 5-ə bölündə 2 tam onda 5, 2 tam onda 5-i 3-ə vuranda 7 tam onda 5. Bildim ki, sualı az öncə də yazmışdıq. Hansı sual idi uşaqlar? Belə bir hesablama aparmışdıq az öncə. Onda da cavab 7 tam onda 5 alınmışdı. Neyse, davam edək. 6. 12 saatın 75 faizi. 12-ni 75-ə vurub 100-ə bölmək lazımdır. 100 ilə 75, 25 ixtisar gedir. 4-də 3. 12-ni 4-ə bölür uşaqlar. Tez gedin. Cəld olun biraz. 3-3-ə vururuq. 9. Bu qədər. Yaxşı mı? 6-cı çalışma bitdi. Keçirəm 7-ci çalışmaya. 7-də 1. 3x plus 4x bərabər 8 tam onda 4. Uşaqlar, 3x ilə 4x-i toplayıram, eləyir 7x. 7x bərabər 8 tam onda 4. Buradan x-i tapdıq uşaqlar. Bu 7x, 7 vuraq x deməkdir. Yəni 7-ni x-ə vuranda 8 tam onda 4 alınır. Biz x-i tapanda 8 tam onda 4-ü böləcəyik 7-yə. Olacaq x bərabərdir 1 tam onda 2. Gəlin görə ikincisi nə deyir? Bu zaman 10x-dən də 5x-i çıxıb. Eləyib 10 tam onda 5. Uşaqlar 10x-dən 5x çıxanda qalır 5x. 10 tam onda 5. Eyni ilə x-i tapanda yenə 10 tam onda 5-i bölürəm 5-ə. Uşaqlar cavab eləyir 2 tam onda 1. Sonra 3-cü suala baxaq. X-i bölüb 6-ya çıxıb 3 tam onda 5-i bərabər olub 2 tam onda 4. Burada x-i tapanda ən uzaqdakını həll eləyin. Yəni 3 tam onda 5-i sağa keçirin. X-i böləcəksiniz 6-ya bərabərdir. 2 tam onda 4 üstə gəlir 3 tam onda 5. X bölək 6 bərabərdir. Toplayır uşaqlar tez 5 tam onda 9. Uşaqlar burada x-i 6-ya bölürüksə, yəni əgər bizdən bölünəni istəyirsə, bu bölmə vurmaya çevirəcək. Yəni 5 tam onda 9-u vuracaq 6-ya. Gəlin 5 tam onda 9-u 6-ya vuraq uşaqlar. Onluq kəsri ədədə vururuq, natural ədəd. 6 dəfə 9-um 54, 4 yazdırıq 5 yadda. 6 dəfə 5-im 30, 5 də yadda 35. Vergüldən sonra bir ədəd olduğu üçün bir dənə vergül atıram. Olur. 35 tam onda 4. X bərabərdir. 35 tam onda 4. Davam edək. 4-cü ilə. Deyir 0 tam onda 1 y üstə gələk 7 tam onda 8 bərabər 12 tam onda 3-ə. Uşaqlar 0 tam onda 1 y-imiz bərabərdir. 7 tam onda 8 sağ tərəfə keçəndə 12 tam onda 3 çıxaq 7 tam onda 8 olacaq. İşarə əksinə dəyişəcək. O zaman 0 tam onda 1 y-imiz olacaq. 12 tam onda 3-dən uşaqlar
12,3-dən çıxaq 7,8. Vergülü vergülün altından yazdırıq toplamada və çıxmada. Üstdən 8 çıxa bilmərik. 1 onluq ayırırıq 2-dən. 13-dən 8 çıxan uşaqlar 5. Burada qalır 1. 1-dən də 7-nin çıxmadığı üçün 1 onluq da ayıram. 11-dən 7-sin çıxanda 4 qalır. Cavab o zaman olacaq 4,5. 4,5-i 0,1-ə bölmək lazımdır y tapanda. Uşaqlar 4,5-i 0,1-ə böldükdə isə cavabımız olacaq 45. Yaxşı. Cavabımız oldu 45. 5 ilə davam edək. 7 vuraq. Y çıxaq 3,8 bərabərdir 5,6-ya uşaqlar. Uşaqlar, indi bax, burada vurma olduğuna görə mən bax bu ifadəni tapanda mötərizəni heç açmadan y çıxaq 3,8 yazıram. Bərabərdir. 5,6-nı bölürəm 7-yə və bu 7-yə. Yəni, ikinci vurğu tapmaq üçün hasili birinci vurğa bölürəm. Y çıxaq 3,8 bərabərdir. 5,6-nı 7-yə böləndə 0,8 alınır. Biz də y tapanda çıxaq 3,8 sağ tərəfə keçəndə olacaq, üstə gələk 3,8. Biz buradan y tapırıq 4,6. 6-cı sual. 25,2 imiş. Çıxıb x bölək 4-ü bərabərdir 19,8. Uşaqlar, baxın. Burada çıxılanı istəyir bizdən. Çıxılan x bölək 4-dür, bərabərdir. Biz çıxılanı tapanda azalandan fərqi çıxmalıyıq. Yəni, 25,2-dən çıxmalıyıq 19,8. X bölək 4 bərabərdir. Tez çıxaq uşaqlar, gəlin bu kənarda 25,2-dən çıxaq 19,8. Vergül vergülün altında diqqət etmək lazımdır. 12-dən 8 çıxır uşaqlar 4. Burada qalmışdı 4. 1 onluq ayırırıq. 14-dən 9 çıxanda 5. 1 qalmışdı. Buradan 1 çıxanda 0. Vergülün altına çəkir. Olur 5,4. X bərabərdir uşaqlar bölmə. Yəni bölünəni tapanda burada bölmə varsa vurmaya çevrilir sağ tərəfdə. 5,4-ü 4-ə vuracaq uşaqlar. Buradan x alınacaq 21,6. Sonra 7 və 8 də var uşaqlar. Onları da yazaq. Yedi. 25,2 çıxaq 4 y bərabərdir 18. Elə az öncə yazdığımız sual kimidir. Bu zaman biz 4 y tapanda azalandan fərqi çıxacaq. 25,2-dən 18-i çıxacaq uşaqlar. 4 y bərabər olacaq 7,2. Yəni 25,2-dən 18 çıxanda eləyir 7,2. Y də bərabərdir. Bu vurma olduğuna görə uşaqlar 7,2-ni böləcəyik 4-ə. Buradan y-imiz alınır 1,8. Axırıncısı 8. 28 bölək x üstə gəl 1,2 bərabərdir 2,8. Uşaqlar, ilk öncə bu uzaqdakını həll etmək lazımdır. 28 bölək x bərabərdir 2,8-dən bu üstə gələk olduğu üçün sağ tərəfə keçəndə çıxaq 1,2 eləyəcək. 28 bölək x-i tapanda 2,8-dən 1,2-ni çıxanda 1,6 eləyir. Biz uşaqlar burada 28 bölək x bərabərdir 1,6 aldıq. Burada böləni tapanda, baxın, böləni tapanda bölünəni qismətə bölmək lazımdır. Gəlin baxaq. 28-i böləcəyik 1,6-ya. Uşaqlar, naturaldədir. Onluq kəsirə böldükdə onluq kəsiri naturaldə də çevirmək lazımdır. Yəni, belə yazaq, bərabərdir uşaqlar. Mən burada vergülü bir dəfə çəkim. Bunu 16 etmək üçün çəkirəm də. O zaman bu da olacaq 280. 28-dən də bir dənə vergül çəkəcəm. Olacaq 280 bölək 16. Şöyle gəlin bölək elə budaqlı bölməni 280 16-ya bir dəfə düşür. 16, 2, 120. 120 də 16-ya bölən. 7 dəfə yazsaq 42, 4 yadda. 7 dəfə 27. Aha, buradan da qalır uşaqlar qalıq 8. 8 də 16-ya bölmək üçün 0 atıram. 80 də 16-ya 5 dəfə düşür. Aha, 80.
Demək cavabımız 17,5 olacaq. Axırıncı sualımızın da cavabı 17,5 olacaq. Yəni x-imiz 17,5 alınacaq. Axırıncı suala baxaq uşaqlar. 8-ci sual. Kəmiyyətləri verilən faiz qədər artırın və ya azaldın. Aha, 1. Deyir ki, 80 metri 25% artırın. Uşaqlar, 80 metri 25% artırmaq üçün 80-in üstünə gələcəyik 80-in 25%-in. İlk öncə gəlin 80-in 25%-ni tapaq. 80-i vururuq 25-ə, bölürük 100-ə. Uşaqlar, belə ixtisarda 100 ilə 25 görən kimi 4-də 1 yazın. Çünki 125-ə bölünə 4 dəfə. 20 də 4-ə böləndə 20. Daha doğrusu 80-i 4-ə böləndə cavab dedim birbaşa 20 alınır. O zaman demək 80-in 25% 20 imiş. 80-in üstünə 20 gəlirik 100. Demək biz 80-i 25% artırdıqda 100 alınır. İkinci ilə devam edək. 5 kiloqram 20% azaldım. Uşaqlar, azaldanda aydın məsələdir ki 5-dən çıxacağıq 5-in 20%-ni. Gəlin 5-in 20%-ni tapaq. Uşaqlar, 20%-ni tapan 20-yə vurub 100-ə bölmək lazımdır. 20 və 100 görən kimi uşaqlar, o zaman da siz 5-də 1 yazın. Çünki 120-yə bölündə 5 düşür. 5-də 1, 5-i də 5-də 1-ə vuranda 1 qalır. Demək, 5-in 20%-i 1 imiş. 5-dən də çıxırıq 1-i, cavab 4. Demək, uşaqlar, biz 5-i 20% azaldanda 4 alırıq. Üçüncü ilə devam edək. 30-u 30% artırın. 30-un üstünə gəlirəm. 30-un 30%-in. 30-un 30%-ni tapanda uşaqlar 30-30-a vurub 100-ə bölməliyəm. Baxın, hər birindəki bu sıfırlar ixtisar gedir. 3 vuraq 3, 9 qalır. Demək, 30-un 30%-i 9 imiş. 30-un üstünə 9 gələndə cavab 39. Dördüncüyə baxaq uşaqlar. %85 litr 40% azaldın. 85-dən çıxacağım 85-in 40%-ni. 40-a vurub 100-ə böləcəm. 40 ilə 100 10 ixtisar gedir. 4 ilə 10 5 ixtisar, 2 ixtisar gedir. 5 və 2 qalır. 85-i də 5-ə bölən uşaqlar qalacaq 17. 17-ni 2-ə vuranda 34. Demək, 85-i mən 40% aldığımda cavab olacaq 34. 5-ci suala baxın. 7,5 kiloqram 60% artırın. Üstə gələcəm 7,5-in 60%-ni. Uşaqlar, 60%-in gələndə 60-a vurub 100-ə bölməliyəm də artıq məlum məsələdir. 6 ilə 100, daha doğrusu 60 ilə 100, 10 ixtisara gedir, qalır 6 və 10. 6 ilə 10-da mən 2 ixtisar aparıram, 5 və 3 qalır. 7,5-i 5-ə böldükdə uşaqlar burada 5-də 1 qalır. 7,5-i 5-ə böləndə 1,5 qalır. 1,5-i 3-ə vuranda 4,5 alınacaq. Və axırıncı sualımıza baxaq. 6. 75 manatı 32% azaldın. 75 manatı 32% azaldın. 75-dən çıxacağım 75-in 32%-ni, yəni 32-yə vurub 100-ə böləcəm. Gəl uşaqlar, 75 ilə 100-ü 25 ixtisar aparaq. Burada qalacaq 5. Burada da qalacaq uşaqlar 3. İndi 32-ni vuracam 3-ə. 96, 96 böləcəm 5-ə. 75 çıxaq. Burada uşaqlar 96 bölək 5 qalır da. 96 bölək bu vurma. 96-nı 5-ə böləndə uşaqlar. Gəlin baxaq. 96 bölək 5-ə. %45 düşür. 1 qalıq qalır uşaqlar. Vergül atıram. 10-da 5-ə 2. Demək 19,2 alınırmış. Uşaqlar gəlin. 75-dən 19,12-ni çıxır. Baxın, vergülün altından vergülü yazdıq. Yuxarıda baxın, biz sıfırı artırmağın heç bir belə deyim, zərəri yoxdur. Sıfır artırıb çıxa bilərik. Sıfıra bir onluq veririk. Ondan ikisini çıxanda 8, 4 qalır uşaqlar. Buradan bir onluq ayıram. 14-dən 9 çıxanda 5, 6-dan 1 çıxanda 5 olacaq. 55 vergüldən bir dənə də olsun. Baxın, atıram vergüldə sırayla olur 55,8. Axırıncı sualımızın cavabı isə 55,8-dir. Uşaqlar, onlayn dərslərimiz üçün 95 və 14 bu nömrəni WhatsApp-na yazaraq dərslərimiz üçün əlavə məlumat ala bilərsiniz. Sağ olun uşaqlar, gələn videoda görüşərik.